Salam əziz izləyicilər. Bugün son zamanlar trend olan, həmən bütün evlərdə bəhsi keçən bir vitamindən, vitamin D-dən danışmaq istəyirəm. Demək olar ki, Covid pandemiyasından sonra hamı bu vitamini tanıdı, hər kəs vitamin D qəbul etməyə başladı. Vitamin D doğrudur, çox həyati vacib bir vitamindir. Yağda həll olan vitaminlər qrupuna daxildir. Vitamin D həm də bir hormondur. Orqanizmada 300-dən çox fermentasiya proseslərdə iştirak edir. Vitamin D-nin yağda həll olan bütün vitaminlər kimi depolanma xüsusiyyəti var. Depolandığı yer haradır? Qaraciyərdir. Ona görə qaraciyər yağlanması olan insanlarda çox zamanlı yanaşı olaraq da vitamin D əksikliyi aşkarlayırıq. Vitamin D əksikliyi özünə hansı əlamətlərlə biruzə verir? Halsızlıq, yorğunluq, tez yorulma, əzələ ağrıları, əzələ qıcolmaları, sümük oynaq ağrıları, aşırı tərləmə, səbəbsiz baş ağrıları, depressiv ruh halı, diş və diş əti xəstəlikləri vitamin D əksikliyi ilə əlaqədar ola bilir. Vitamin D-ni qanda təyin etmədən, qandakı miqdarını bilmədən vitamin D qəbul eləmək doğru deyil. Hətta mən deyərdim ki, son zamanlar 1-2 xəstədə çox deyil, düzdür. Mən vitamin D-nin hiperdozunu da aşkarlamışıq. Yəni adam durmadan, yaşlı adamdır. Hər kəs ona vitamin D alıb gətirir ki, ana, ata, yaşlısan vitamin D içməlisən və bu da həddindən artıq vitamin D-ni qanda qaldırıbdır. Lakin bu əlavə yan təsir olaraq əksinə sümüklərin kövrəkləşməsinə səbəb ola bilər. Ona görə də diqqətli olmalıyıq. Mütləq doza yoxlanılıb sonra qəbul olunmalıdır. Sutkalıq doza mı olacaq, yüksək bir həftəlik doza mı verəcək? Buna həkim qərar verməlidir. Vitamin D-nin yetişkin insanlarda gündəlik sutkalıq almaq üçün dozamız bizim hardasa 2000, 4000, bəzən isə 5000 də hətta verə bilirik, arasında dəyişə bilər. Uşaqlarda isə 1000 təsir vahidi yetərli ola bilər. Vitamin D-nin təbii yolundan biz hardan alırıq? Təbii ki, günəşdən alırıq. Dərimizə günəşin ultrabənövşəyi şüaları düşəndə vitamin D sintez olunur. Lakin qış aylarında təbii ki, günəş çox görmürük. Hamımız ofislərdə, qapalı yerlərdə çalışırıq. Ona görə vitamin D-nin alınması mütləqdir. Hətta yay aylarında da bəzən lazımı qədər günəş vannası qəbul etməyə bilirik. Günəşdən vitamin D-ni almamız üçün üzümüz, qollarımız, ayaqlarımız 10-15 dəqiqə gün ərzində günəş şüalarının təsirinə məruz qalmalıdır. Lakin son zamanlar hava çirkliliyi, atmosferdə olan toz, çirklər günəş şüalarından vitamin D sintezini də təbii ki, mənfi təsir göstərir. Bundan başqa hansı qidalarda vitamin D var? Bunlara da diqqət yetirək. Süd məhsullarında, yəni südün özündə yox, süddən alınan məhsullarda, yağda, pendirdə D vitamini var. Hər gün qəbul etməkdə vacibdir. Bundan başqa yağlı balıqlarda D vitamini ilə zəngindir. Məsələn, somon balığı, ton balığı kimi balıqlar D vitamini ilə zəngindir. Hər gün qəbul etməkdə fayda var. Vitamin D qəbulundan sonra və ya həkim təyin elədi və yaxud da özünüz hardansa əldə elədiniz, qəbul etdiniz, mütləq